Şirkət bir şirkət tərəfindən yönəldilən tədbirdir. Həmişə özüm keçirmişəm xeyriyyə tədbirlərini, yəni özüm tək olaraq layihə rəhbərliyi etmişəm, amma bu dəfə təşkilatçılıq edirəm. Təbii ki, təşkilatçılıq da edəndə bütün məsuliyyət mənim üzərimdədir. Yenə də nə qədər təşkilatçılıq etsəm də, amma çox sevinirəm ki, yenə də bu uşaqların biz üzünü güldürəcəyik və məni tək qoymayan xəbərexpress.az saytı və onun bütün əməkdaşları buradadır, hər birinizə ümumilikdə 30 uşaqdır. Yəni belə nəzərimizdə tutmuşuq. 15 Down sindromludur, 15 kimsəsiz sığınacaq uşaqlarıdır. Mən hər il 20-20 eləyirəm, amma bu dəfə biraz azdır. Çünki belə deyim də, bunu şirkət yönəldirdi, yəni orta məxrəcə gəlib bunu etmişik. Anlaya bilməmişəm, dəkilərdin nədir ay qız, mən yar sənin heyran. Sənə sevgiliyə demədim, yaxıma gəl, sözümə bax, niyə eləyirsən iltiyi?